Noyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində akademiyanın 80 illik yubileyi çərçivəsində Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin Baş Assambleyasının 80-ci iclası keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli 21-ci əsrin türkoloji çağırışları və türkoloji qurultaya hazırlıq mövzusunda məruzə ilə çıxış edib. O, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirindəki çıxışının Azərbaycan elminin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli dövlət başçısının imzaladığı 1-ci türkoloji qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamının tarixi əhəmiyyətini vurğulayaraq bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasına tədbirlər planının hazırlandığını bildirib. Azərbaycanda türkologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli, AMİAnın elmi tədqiqat institutlarında türkologiya ilə bağlı ixtisaslaşmış şöbələrin yaradıldığını, türk dillərinin müqayisəli tədqiqi və yeni elmi prioritetlərin müəyyənləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında 1-ci türkoloji qurultay ilə bağlı müxtəlif dillərdə 10-a yaxın kitabın nəşr olunacağını da vurğulayıb. Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türk Dünyası Elmlər Akademiyalarının birgə inteqrasiyası prosesi, nailiyyətlər və gələcəyə baxış mövzusunda məruzəsini təqdim edib. Akademik Şahin Mustafayev çıxışında Türk dövlətləri arasında elmi inteqrasiyanın dərinləşməsi istiqamətində həyata keçirilən birgə təşəbbüslərdən bəhs edib. O, 2023-cü ildə Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının zirvə toplantısında Türk Akademiyasının fəaliyyət dairəsinə təbiət və tətbiqi elmlərin daxil edilməsinin elmi əməkdaşlıqda yeni mərhələ açdığını bildirib. Tədbirdə Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin müddətli prezidenti və Türkiyə Elmlər Akademiyasının prezidenti Professor Müzəffər Şəkər, Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin 2024-2025-ci illər üçün fəaliyyətləri mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında Türk dövlətləri arasında elmi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Tədbirdə həmçinin çıxış edənlər AMİAnın elm sahəsində oynadığı aparıcı rolu yüksək qiymətləndirərək Türk dövlətləri arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsinin zərurliyini vurğulayıblar. Sonra Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova, qurumun prezidenti Aktoto Raimkulovanın AMİAnın 80 illik yubileyi ilə bağlı təbrik məktubunu səsləndirib. Daha sonra AMİAnın riyasət heyət aparatının sənədlərlə iş və protokol şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva çıxış edərək Səmərqənddə keçirilən BMT-nin Elm və Mədəniyyət Təşkilatının 43-cü baş konfransında 15 dekabr tarixinin Ümumdünya Türk Dili Ailəsi günü elan edilməsilə bağlı qərarı diqqətə çatdırıb. Sonda AMİA ilə Türkiyə Elmlər Akademiyası arasında 2026 Türkologiya Konqresi çərçivəsində anlaşma memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və Professor Müzəffər Şəkər imzalayıblar. Leyli Namik qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.